Deməli, sınavda izahı verirdim 9-cu siniflər üçün YouTube video çəkirdim. Bir şey diqqətimi çəkdi. Deməli, siz bir əsas məqam var ki, onu bilsəz, digər şagirdlərdən 3-0 qabaqda olursunuz. Necə? Baxın, burada PM var. Sonra burada AM var. Burada da PM var. Başqa bir sınağa baxıram, məsələn, ikinci sınağa baxıram. PM var, görürsünüz, burada da PM var. Random bir short text açıram, məsələn. Baxaq. Məsələn, görürsünüz AM, PM. Bu nə deməkdir? Bunu hətta bəzi universitet tələbələri də bilmir. Mən əminəm ki, ingilis dilindən məsələn A2, A1 səviyyədə olan biri də bilmir bunu. Çünki bu çox keçilmir. Və keçiləndə də səhv salınır, qarışdırılır. Bu nədir? Baxın. Belə qeyd eləmişəm. AM gecə 12-dən günorta 12-yə kimi deməkdir. PM isə günorta 12-dən gecə 12-yə kimi deməkdir. İndi mən tutaq ki, bunu necə eləyim ki, qarışdırmayım, səhv salmayım. Edirsə, yəni axşam deməkdir. Axşam 12-dən günorta 12-yə kimi. PM isə günorta 12-dən gecə 12-yə kimi deməkdir. İndi mən məsələn burada 6 AM yazmışam, düzdür? 6 AM baxıram ki, nə vaxt ola bilər? Bura düşməz. Çünki bu günorta 12-dən gecə 12-yə kimi. Birinci AM-i aydınlaşdırıram. Gəlin bura. Deməli, gecə 12 deyil ki bu. Axşamdır. Daha doğrusu səhərdir. Səhər tezdən. Bu hissə. Səhər tezdən. Bu PM isə, baxın PM-dir. Bu hissədir. Bu da günorta 6-dır. Düzdür, biraz qarışıqdır, sadəcə işləyə-işləyə artıq yadınızda qalacaq. Bunları sadəcə öyrətmək məqsədi ilə yazmışam, amma belə yazılmır. Yəni AM, PM 16, 12 kimi, 11 kimi yazılmır. Maksimum 12 kimi olur. 16 olmur. Bunu sadəcə belə yadınızda qalsın deyə belə yazmışam. Siz mənə bu ikisinin gecə və ya axşam olduğunu, hansı, məsələn 9-a mı işləyir, gecədirmi, yoxsa axşam 3-dürmü, yoxsa səhər günorta 3-dürmü, bunları mənə qeyd edin.